Nəfəsin üzümə dəymir nə vaxtı, əllərin qapımı döymür nə vaxtı, intizar qalmışıq gör bir nə vaxtı. Yaman darıxmışam sənin üçün ana, düşmərəm bir özgə arzuya sənsiz. Gecələr getmərəm yuxuya sənsiz. Yiyəsiz bir evdir bu dünya sənsiz. Yaman darıxmışım sənin üçün ana. Səni bu həftələr aylar istəyir, saçın tək ağaran çaylar istəyir. Dünyanın özü də laylay istəyir. Yaman darıxmışam sənin üçün ana. Ömrüm bir qayıqdır, limanı sənsən. Həyatın beşiği, ümmanı sənsən. Gümansız könlümün gümanı sənsən. Yaman darıxmışam sənin üçün ana. Yaman darıxmışam sənin üçün ana. Elə yandım, el yığıldı üstümə. Həsrət, hicran, dərd qızındı istimə. Qansız kədər ayaq açıb üstümə. Yaralı könlümün loğmanı gəlsin. Ay elə çağırın anamı gəlsin. Viran olub yaralanmış qəlbimi görən varmı mənim kimi dərdimi? Arzuları çiçək açıb dərdimin, sağalmaz yaramın dərmanı gəlsin. Ay eller çağırın anamı gəlsin. Güc almağa gözü düşüb könlümə, iz qoymağa izi düşüb könlümə, baş qoymağa dizi düşüb könlümə. Məhəbbəti dərya ümmanı gəlsin. Ay eller çağırın anamı gəlsin. Analı günlərim şirin rüyamı, bu həsrətə bais olan dünyamı, ayrılığı viran qoyub dünyamı. Şirin laylay dolu o dünyam gəlsin. Ay eller çağırın anamı gəlsin. Əzizim anasızlar, dərd çəkir anasızlar. Analılar nə bilər, nə çəkir anasızlar. Analılar nə bilər, nə çəkir anasızlar.
Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xoş gördük hər birinizi. Doğma kanalımız, yenə də Dünya Televiziyası, yenə də mən 2 saat ərzində evlərinizdə qonaq olacaq. Bugün bir qonağım olacaq. Bugün onu daha yaxından sizə tanıdacağım. Özün yaxşı aparsa. İstəyirəm, özün yaxşı aparmasa onu bugün efirdə həqiqətən ağıyıb qara sərəcəm. Təbii ki, bir zarafatdır və birazdan sonra bizdən bərabər olacaq və hörmətli tamaşaçılarımız xatırladıram ki, Milan VIP Hospital, Agromal Özbəkistan məhsulları, Doktor Seyfəddin Klinikası və Cərrah Mama Ginekoloq Yeganə Əliyeva bizim proqramımızın sponsorlarıdır. Əlaqə saxlamaq üçün nömrələri görürsünüz, buyurub əlaqə saxlaya bilərsiniz. Fikirləriniz bizim üçün də maraqlıdır. Fikirləriniz üçün bizim digər bir nömrəmiz var. O nömrə ilə əlaqə saxlayın. Birazdan sonra bir nəfər gələcək bura. Özü qalmaqalçı insandır, bilmirəm. Yoxsa qalmaqalın içinə bunu salırlar. Dürüstlüyündən, doğruluğundan. Bilmirəm nə məsələdir. Dedim gəlsin görüm nədir, niyə bunun başı səngimir bu sözdən, söhbətdən. Təbii ki, birazdan bunlar hamısı baş verəcək. Amma indi qəşəng çayınızı qoyun qarşınıza, pül rəngi çayınızı həm də qoyun qarşınıza. 2 saat tam-tamına bizi izləyin. Çünki bizim evimiz həmişə maraqlı, səsli, küylü, belə deyək də bir proqram olur bu evimizdən. Mən də birbaşa rayondan gəldim, elə Füzuli rayonundan. Bu arada fürsətdən istifadə edib Füzulidən bizi izləyən, xüsusilə Aybasanlı kənd sakinlərini, kənd cəmaatını buradan xüsusi təbrik edirəm. Gözünüz aydın olsun deyirəm. Dünən sizlə bir arada olmaq çox maraqlıydı. 30 il bu həsrət. Artıq dünən insanların bir-biri ilə qaynayıb qarışmaları, öpüşüb görüşmələri, deyib gülülmələri, bir süfrə ətrafında 30 ildən sonra çörək kəsmələri doğrudan bir tarixi hadisə idi. Elə bu gözəl tarixi hadisə münasibəti ilə də hörmətli Aybasanlı cəmaatını təbrik edirəm. İnşallah ardı davamı gəlsin. Nömrəmizi görürsünüz, əlaqə saxlamaq üçün, birbaşa canlı efirimizlə ünsiyyət qurmaq üçün əziz tamaşaçılarımız zəng vurun, danışaq, söhbətləşək. Çünki bugün sizin də suallarınız mənim üçün maraqlıdır. Qonağımızla bağlı suallarınız da mənim üçün maraqlıdır. Bu qonağımızla bağlı ümumiyyətlə tamaşaçı fikirlərini eşitmək, tamaşaçı fikirlərini dinləmək istəyirəm. Çünki bu qonağımız son günlərdə adı qalmaqalçı bir insan kimi hallanır. Amma əslində qalmaqal eləyən adam deyil ha. Özü çox sakit adamdır. Yalansa onu sakit ilan vursun. Harasından, dilindən vurmasın. Qolundan da vurmasın. Ayağından vursun. Qəbələdən gəlir. Qəbələdən gəlir. Əl ətəyindən uzun gəlir. Əl ətəyindən uzun gəlir həmişə kimi. İndi biz görək nə edəcəyik. Belə deyək. Orxan, ifasını təqdim eləyək. Aşıq Mübarizdən söhbət gedir. Sonra birbaşa çox gözlətmək istəmirəm də, əlini də salıb cibinə. Çox gözlətmək istəmirəm onu burada. İfası ilə dəvət eləyək, ondan sonra qoy əlin bir cibindən çıxartsın. Ondan sonra birbaşa reklamlara ayrılaq. Tamam, Aşıq Mübariz, gəl əzizim. Uzatarım seni bizə, əl
İmam kimi tək oğuldum, Çərkəz nənəm üçün doğuldum, şirin şəkər bir oğuldum, Bağban bizə bar göndərim. Allahın aslanı sənsən, möminlərin şahı sənsən, Əli oğlum sən görürsən, səni Rəbbim nur göndərir. Allahın aslanı sənsən, möminlərin şahı sənsən, Əli oğlum sən görürsən, səni Rəbbim nur göndərir. Əli oğlum, ayam balam, özüm sizə qurban olam, Tanrım sizi bizə verdi. Əli oğlum, ayam balam, Əli oğlum, ayam balam, özüm sizə qurban olam, Tanrım sizi bizə verdi. Əli oğlum, ayam balam. Əli oğlum, ayam balam, özüm sizə qurban olam, Tanrım sizi bizə verdi. Əli oğlum, ayam balam, Əli oğlum, ayam balam, özüm sizə qurban olam, Tanrım sizi bizə verdi. Əli oğlum, ayam balam. Davam edirik ki, əziz tamaşaçılarımız, Aşıq Mübariz sazı ilə, sözü ilə gəldi evimə. Özü birbaşa hardan gəlib? Sənin evindən Qəbələdən yoxdur. gəlib, Qəbələdən. Allah hamd olsun sənə. Qəbələdən birbaşa gəlib. Ay. Mən də Füzulidən gəlmişəm. Saat neçədə Birbaşa çıxdın? gəlib. Mən 7-də. səhər tez, yox, gecə saat 3-də Mübariz. Onunla Allah. Dedim ki, saat 12, təbii ki, sağ olsunlar bizim dəyərli dostlarımız. Ora qonaq aparır, bura qonaq aparır. Dedim ki, vallahi getmək istəmirəm. Da məni sürütdüyü axşam restorana aparırlar. Dedim, vallahi mən içinə yemirəm. Ancaq elə getib, oturub onlar yeyirlər, mən də onların üzünə baxıram, meyvə yeyirəm. Bəs bunlar bilirlər axı bir dəfə biz getmişik Kəlbəzərdə kebab pişirmişəm. Hə. Əmə oğlu gedib, bu saat orada ikiramdı, dilgəmdi, anardı, hamısına buradan. Bayaq yığanlar onlar idi. Bayaq yığan O oldu. saqqallı kim idi? Əmə oğlu da Adı ikiram, nədir? ikiram. Mənə yaxından çəkin. İkram hardasan? Onlar bu saat baxın Mən də- girmişdilər, hardasa oturubdular. İkram oturub. Də Biləm. mənə çəkin o ikrama iki kəlmə. Bilirəm Röya Sizin xanım, sözünüz Röya var, xanımın deyil yanında mi? oturublar. Hə, nuş olsun, qoy zavtırıq edirlər, qoy İkram. eləsinlər. Bu baldan qaymaqdan az ye. Mən də gələcəm Qəbəliyə inşallah. Mübariz də götürüb gələcəm ora. Bir oturaq o dostlarla, Samir, qardaşlarla. mən çörək qaqanızanda yesək. onlara dünənlərimiz kebab çəkmişəm. Boy. Qardaş, bunlar barmaqlarını yalayırlar. Bilirlər axı mən yaxşı bacarıram da Onu kebab. bilmirdim, mən görməmişəm vallahi. İnşallah gör. Kebabı çəkdik qəşəng, İmamı qardaş. yandıra bilmərəm. Qəbələdə də bir dənə Aylin xanım var, Aylin xanım. Bu elə bir ki, Qəbəliyə kim getsə, mənə zəng eləsin. Mən Aylin xanıma deyim, onlara super belə ürəyin istəyən qəşəng bir ev versinlər qalmağa da. Orada Aylin xanım o işə baxır. Mən deyəcəm o barədə tamaşaçılarımız allanmasınlar. Keçən Buradan illəri salam da Qəbələdə göndərirlər. bizim başımıza çox böyük bir oyun gəldi. O dəllallar ki var orada, o maklerlər. Ay, sağ ol. İnternet üzərindən, sosial media üzərindən evləri kiraya verənlər, inan Allaha bizi bura yox, bura yığdı. Yəni bilib-bilmədən hər adamından ünsiyyət qurmayın ha. Yəni hələ mən idim deyə onlarla başa gəldim. Amma çox belə o xəyal qırıqlığı var. Onu yaşadım orada Qəbələdə. İndi təbii ki, sən dedikləri var idi. Samir, bir dənə orada bir dənə də qohumumuz var, Adil. Adil az qala yadımdan çıxmışdı, özüm ölüm məni öldürəcək. Kim? Adil də oradadır, uşaqlarla bir yerdə. Buy, Hə, Adil də bizdə orada bir yerdə oturubdular. sağ olsunlar. Alo, xəttimizə bir insan var. Alo demək istəyirsən ona. Salam, aleykümselam. Kimdən danışırıq? Orxan sən? Əli Vahid, çaysız? Çaysız? Çaylı, elə biləm çaysız deyirsən. Çaylı, nə gözəl. Çaylı kənddir də, haransa kəndidir. Çaylı, Ozan restoranında görüşdük.
restoranın adını çəkmə. Necəsiz? Nə var, nə yox? Çəkmə bizi tutarlar. Biraz nasadıydım, indi babaslaşmışam Allah'a şükür. Mənim mahnımdan sonra sən yaxşı olmalısan da. Aşıq Mübarizi görəndən sonra... Tamamlayıram buradan, deyil arzular içində seyre çıkmışam. Bunu dedən ha. Gündüzlü səfərdəyəm mən. Çatmaq bölümlərini satıram. Çatsızıl yəhərli kəhərdəyəm mən. Saçım fəryad edir ağaram bəndən. Yollarım səngiyir dumandan, səndən ay barır. Məzlumun, fəqrin, dərdin görəndən, gözümdən yaş axır, qəhərdəyəm. Kükrəyən çaylar tək bəzən daşıram, hərdən tənkiyirəm, yolda çaşıram. Avvalla düzlər dolanıram, dağlar aşıram, bilmirəm, kətdə ya şəhərdəyəm. Təşəkkür edirik şair, çox sağ ol, çox minnətdaram, səsini eşitdim, sevindim. Orxan, izləyicilərimizi qoş efirə. Büyük qoşaq. Hə, Mübariz, səhər dedim, ay Allah, gəlim biraz oteldə yatım, gecə saat 3-də yola çıxaramda, saat 12-də yatım, 3 saat bəs eləyər. Qardaş, girmişəm yerin içinə, yuxum gəlmir ki, gəlmir. Saat 3-ə qədər beynim yatıb, gözüm yatıb, beynim yatmayıb. Nəsə dedim, yolda yatmamışam, hara gedim. 3-dən sonra yuxum gəldi. Tezən saat 6-da durdum, yola çıxdım. Sən neçədə yola çıxmısan? Mən saat 7-də çıxdım yola. Mən də 6-da elə. Demək olar ki, yenə vaxt Amma mən sənə bir dənə söz deyim, sən də tez-tez girsən də ora. Orada ən gözəl evləri verən Aylin xanımdır. Nömrəsi də var məndə. Nə vaxt dincəlməyə geçsən, qardaş, illərdir dostluqda. O insanın çox gözəl qabiliyyətli bir xanımdır. Özdə namaz qılan bir insandır, başı bağlı bir xanımdır. Bir kəlmə mənə deyən ki, Mübariz, gedirəm Qəbəliyə. Aylin xanıma deyən, amma bir gözəl ev versin. Saqqallı oğlan da o işə baxır. Adı neydi onun? Yox, o burada yaşayır, İkram. İkram, hə. Bax, orada bu dəqiqə, mən özdə ən yaxınlarımdır ha mənim. Anardır, İkramdır, Dilgəmdir, bir də, ay Allah, Adil. Hə, bəyək yığılmış. Beşimiz getmişdik ora. Nə gözəl. Onlar qaldı orada. Onlar qaldı orada. İkram elə yeyir orada. İkram da məni elə taksi ilə yola saldı, dedi, qaqa, gedəydi. Sağ olsun. İkram da hələ də yeyir orada. Ye, İkram, sənin yeyən vaxtında bala. Mübariz, işləri necə gedir? İşlərim yaxşı başına dönərəm. Sənin kimi qaqamın verişində nətər olar ki? Arada da danışıram. Həvəs verirsən mənə, deyirsən ki, filan iş belə, yaxşı olacaq. Mübariz, yaxşı olmaq üçün mən bir şey deyim. Bugün aşıqlarımız çoxdur. Çox deyil axı. Yəni, çox deyil. Çox deyil. Nə qədər təxmini? Mən o gün 20 nəfər müğənninin yanında 20 nəfərin adını tap deyəmədim. Aşıqlardan. Hə, valla. Sən bilirsən, amma gözünü yumub daşıqat Təxmini neçə aşığımız var? Üzdə olanları deyirəm, iman, belə çoxdur belə. Hə, belə bilmirəm də, üzdə olanlar təxmini bir 20 nəfər var. Olar bəlkə də. Tapıb çıxarsan olar. Doğrudan. Gör ha, 20 nəfəri tapa bilmirəm, iman. Amma gözünü yumub daşıqat gedib Bu 20 nəfərin içində ən populyarı kimdir, Mübariz? Ən populyarı. Ən populyarı. Vallahi aşıq oldu. Bu 20-likdə. Aşıq olduzdur. Ən populyarı. Dahidə yox. Yox. O efirə çıxanda... Ulduz xanımı salamlayıram, gözəl aşığımızdır. Mən də salamlayıram. Amma Ulduz xanımın axı bugün gündəmdə yoxdur. Sən mən qaqandan bir dəqiq olar. Həmişə rəhmətli yatam, Allah ananıza rəhmət eləsin, ölənlərinizə. Həmişə Ulduz xanım efirə çıxanda bizim duxumuz nə idi, o kanalı dəyişək. Yəni o mənim uşaqlığımdan yadımda qaldı. Hələ də Ulduz xanım bir dənəmizdir. O qədər xoş Amma indi duyurdu. son vaxtlar çıxmır efirə. Amma kimdir bugün ən populyar aşıqlardan? Ən populyar deyim, Fəzail var, Zülfiyə var. Onların içində mən də varam, Telli də var. Dördüvüzsüz ən Yox, populyar. yox, niyə Aşıq Əlidir, Aşıq Samirədir, niyə çoxdur? Üzdə olanlar da mən deyirəm. Sonra? Sonra Avdıdır. Avdı bir o qədər də elə, amma son zamanlar çıxır efirə. Amma qabaqlar görməmişəm. Sonra? Sonra Avdıdır, sonra kimdir ay Allah. Biraz mənə köməklik elə də. Lətifə Çeşməli. Lətifə Çeşməli. Mən dediksə sən say. Kəmalədir, Aşıq Kəmalə Qubadlılı, bəli, çox istəyirəm. Onlardan hansı belə ruhuva daha yaxındır? Onların hansının ifası? Vallahi elə hamısı Samir götürəndə. Hərəsinin öz yolu var da. Mən durub birinin adını çəksəm, o biri yenə inciyir ki, yenə Mübariz danışdı. Hə? Deyirəm, birinin adını çəksəm, o birisini çək yadımdan çıxar, huş yoxdur axı Səni məndə. test eləyəcəyik, səni birazdan həyəcanlandıracağıq. Eləmi? Gələn qonaqlarımıza o gün telli gelir. Ona görə büyümə tək çağırmışsan. Tək çağırmışam, səni bugün təkləyəcəyik burada. Orxan, o adrenalini haçan yaşadaq Mübarizə? Elə onu isti-isti elə. İsti-isti, tamam.
İst elə Samir onu. Dəmiri isti deyirlər də. Tamam, yaxşı. Eləyək. Mübariz, başlayaq Orxan. Orxan, başladıq. Orxan, imtihana başlayaq. Aşıqlarımız, Aha. bizi ekran qarşısında əyləşib izləyən aşıqlarımız. Bəli, bəli. Ee, Kanalı dəyişməyin. Ne oldu? Deyəsən, askeri taxmamızdan. Yo, oxuyuram. Aşıqlarımız, Aşıq Mübarizin zövqün yoxlayırıq. Bugün... Aha. Amma mən düz desəm, sən də deyəsən ki, düz deyirsən. Tamam, yaxşı. Ümumiyyətlə, gələn qonaqlarımızın hər birinə bunu eləyirik. Hə, deyir, görüm Mübariz, suallar. Aşıq Zülfiyə yoxsa Aşıq Kəmalə? Aşıq Zülfiyə. Aşıq Zülfiyə. Aşıq Zülfiyə yoxsa Aşıq Telli Borçalı? Onların elə ikisini də deyərdim. Yox, ikisindən birini seçim eləməlisən. Seçim nətər? Hamısı ilə mən, Şəmalə ilə laf dostam mən. Yox, Kəmaləni Gördük, sən Kəmaləni göndərdin, getdi. Zülfiyə ilə Telli arasında qalmışıq. Kim daha aktual və ikisi də iyiydi, sənəti? Yox, iyiydi. birini seçməliyik. Yox, mən İkisi də gözəl aşıqlarımızdır, söz yoxdur. Amma bir nəfəri seçməliyik. Tellini yazında. Tellini göndərək. Yox, telli. Telli qalsın. Hə, telli qalsın. Aha, Zülfiyə xanım getdi. Yaxşı, Yaqin inciməzlər də məndən. Aşıq Telli yoxsa Aşıq Fəzail Miskinli? Yenə telli. Telli. Yəni Telli Fəzail Miskindən daha aktualdır. Hamısı ilə aram yaxşı deyil. Daha aktualdır. Dostum, hə, telli mənim üçün. Aşıq Telli yoxsa Aşıq sənin dostun Namiq Fərhadoğlu? Aşıq telli. Aşıq Telli. Aşıq Telli yoxsa Aşıq Lətifə Çeşməli? Yenə aşıq telli. Yenə Aşıq Telli. Aşıq Telli yoxsa Aşıq deməli Rəfiqə Göyçəli? Yenə aşıq telli. Yenə Aşıq Telli. Telli nəyəm onu çox istəyir abi? Yox, indi Mən bilməzdim. mən deyirəm, axı məndən inciməyin də. İndi deyirsən, deyir. Bir nəfərin adını çəkməliyəm. Aşıq Telli yoxsa bu yeni simalardan da bir neçə adları əlavə eləyək bura. Ondan sonra səni çətinə salacağam. Bilmirəm, nə eləyəsən. Aşıq Telli yoxsa Aşıq Şahin Qazaxlı? Yenə telli. Yenə Telli. Hə, yenə telli. Və nəhayət, Aşıq Telli yoxsa Aşıq Ədalət Dəli Dağlı? Aşıq Ədalət. Aşıq Ədalət. Sual ver ki, niyə? Tamam. Ay, sağ ol. Bax, burada işlər var. Bugünkü seçimimizdə də Aşıq Ədalət. Bax, burada işlər var da. Aşıq Ramin Aşıq Tellini seçim eləmişdi. Şahin idi Aşıq, Aşıq Ramin idi, Aşıq Telli idi burada. Bilirsən nəyə görə, Samir? Qoy bir şey deyim də, bax, rəhmətli bizim dədə Ədalət. İndi mən, özün bilirsən də, mən aşıq oğluyam. Yəni, deyirlər ki, Mübarizin saz mahnılarından başlasın. Onu deyən mənim üzümə qarşı deyə bilməz. Onu kim deyir? Gəlsin, hansı mahnı çalsın. Mübarizin aşıq mahnılarından. Yox, bəzi eşidirəm də deyirlər, amma gəlsin mənlə üzbəyiz olsun ki, durub bu mahnını sallam, amma sən sala bilmərsən. Gör onu mən ifa edirəm, yoxsa eləmirəm. O söhbət onu bağlayaq, nəysə. Bunu efirlərdə çox demişəm, amma həmişə rəhmətlik Ədalət deyərdi ki, mənim deyirdi barmağımın ikisini bizim Ədalət Kəlbəzəri oğurlayıb. Yəni yeri söhbəti getmir ha. Ədalətin vurduğu mizrabı, ədalətin bildiyini heç kim bilə bilməz. Ədalət uca ustaddır. Ustad sənətkardır, ölkəmizin də əməkdar incəsənət xadimidir. Salamlayırıq. Bir şey deyim, o günləri burada deməli proqramımızda Mehriban Qəmbərova qonağımız idi, gənc müğənnimiz. Sənin haqqında bir şey dedi. Çatmayıb sənin qulağına? Yox, vallahi. Dedi ki, bugün aşıqlarımızın çoxu
hansı ki daha çox instrumentalistlərdən söhbət gedir. Məsəl üçün bir neçə var da instrumentalistlərimiz. Dedi, onların çoxu mübarizi təqlid eləyir. Düz deyir. Mübarizin çörəyini yeyirlər. Toylarda görür də. Mübarizin elədiklərini eləyirlər və bugün mübarizi bəyənmirlər kimi özlərini göstərirlər. Amma mübariz nə töküb, onu yığıblar. Bəli. Bunu deməli, telli borçalı. Bilirəm də yığmalıdır da məni ürəyim. Can. Bilirəm də yığmalıdır da məni ürəyim. Telli xanım, necəsən? Yaxşı, sağ ol. Sabahınız xeyir olsun. Sabahın xeyir olsun. Sabah İstədim bu xeyir, mübarizi sabah bir xeyir. davaya salım. Bu sən nəyələ çox istəyirmiş? Belə, mən də yuxudan durmuşam, üzr istəyirəm. Buyur Can. Elə baxdım, elə sizin kanala açdım, baxdım, gördüm mübarizdir, çox sevindim. Sağ ol, Salamlayıram. sağ ol. Mən də səni Mübariz çox salamlayıram. yaxşı oğlandı, yaxşı, aşıqdır. Həqiqətən, mən də onu çox istəyirəm. İnansan, mənə zəng vurub qaldırırlar ki, qalıq mübariz danışır, bax efirə. Hamının üstündən xət çəkdi. Bütün aşıqları xəttiyə getdi. Samir, bilirsən nə təridir? Mübariz sözün düzünü da bax, düzünü danışır, düzünü deyir. Mübariz zaten mən bütün efirlərdə də deyirəm ki, mübariz özü öz dilindən deyir, qardaş, bu mənim yolumdur. Mən aşıq deyiləm. Allah onun atasına rəhmət eləsin. Baxmayaraq onun atası aşığı olubdur. Amma mübariz deyir, bax, bu mənim yolumdur. Amma düzdür, mübarizi bəzən qınayırlar, niyə belə, niyə? Amma mübariz deyir, yenə deyirəm, bu mənim öz yolumdur. Amma bütün, məsələn, cavan aşıqlarımız da var, yeni yetmələr. Hamısı deyir ki, məsələn, mən mübariz kimi ifa etmək istəyirəm. Qardaş, adam deyir, mənim yolum budur. Mən toylara belə gedirəm, belə pul qazanıram. Həqiqətən, mübarizi bir insan kimi çox böyük hörmətim var, çox istəyirəm. Sağ ol, Allah da səni çox istəsin. Bax, adam bir dənə söz deyir, mən bunu hər yerdə demişəm. Ağzından bir söz çıxır, adam onun sahibi olur da, sahiblənir. Adam var, bir söz deyir, sözünün dalında durmur da. Yəni, məsəl ki, mən yazıqlar çıxdı. Amma həqiqətən mübariz sənətini qoyuran bir qırağa söhbət yoxdur. Hamı bilir mübarizi. Amma insan kimi, gözəl şəxs kimi, gözəl bir oğlan kimi həqiqətən yaxşı oğlandı, yaxşı da sənətkardır. Mən onu öpürəm, bağrıma basıram. Mən də səni öpürəm, o söhbət ondan getmir ha ki, nə bilim, orada kimi dedi, kimi demədi. Adam həqiqəti danışır. Məsələn, deyir ki, aşıq gördüyünü çağırar. Mübariz də bilir ki, məsələ, tellinin yükü nə qədərdir, filankəsin yükü nə qədərdir, telli klasikanı nə qədər bilir, filankəs nə qədər. Söhbət, məsələ, indi mübariz mənim adımı çəkib deyə, yox, demirəm. Yəni, həqiqəti danışdığı üçün deyirəm mübarizi. Hər bir şeydə mübariz həqiqəti danışır da. Ona görə də mən buradan yenə də sizlərə can sağlıq arzulam və mübariz ananı öpürəm əllərindən. Sağ ol, öpürəm mən də səni. O balada ikizlərini də öpürəm, yoldaşına da salam deyirəm. Həmişə də belə ol mübariz. Deyir, ən gözəl biclik düzlükdür. Qardaş, düz əyrimi də kəsir, elə düzü də kəsir. Elə belə də oluyla deyirəm ki, axıt çaylarını simlərin üstə, yağdır sevincini qəmlərin üstə. Mən gətirən dəmlərin üstə, duyğusuz ürəkdə, ay mübariz, nə bahar, nə yaz. Yaxşı ki, sən varsan, ay sədəfli saz. Axıb dərələrdən sellənə bilməz. Zəlimxan burunub lillənə bilməz. Dayanıb bir kəlmə söz deyə bilməz. Uyar yanında ilhamı dayaz. Yaxşı ki, sən varsan, ay sədəfli saz. Nə qədər saz ifasılar var, hər birisinə salamlar. Sağ ol ay telli, sağ ol ay telli. Bir dənəsən. Səni də öpürəm, bağrıma basıram, verilişin əladır, superdir. Həmişə belə gözəl insanlar çağır, o baxımlı olsun. Buradan da Ramiz müəllimi salamlayıram. Çox sağ ol. Sağ ol telli, çox sağ ol, var olasan. Təşəkkürlər. Bax, bu da Telli xanım. Bax,
sənətçi həmrəyliyini Həmi gözəl ürəyi var Hə. Samir, Həm həmi də- gözəl insandır. Bax, hər bir toyda da görürəm, efirdə də görürəm, hardasa rastlaşırım. özü kimi Allaha özüdür. and olsun, adamı elə qarşıya gələ bilsən ki, doğma bir qardaşıdır, ya doğma bir Bacımdır. insandır sənə bacın kimi. Mən onu elə o Özü gözlərdə Tellinin görürəm. ürəyində kin Yox, yoxdur, valla. Mən Bir- doğma dədəmlə küssəm, gərək məni kimsə ondan bağışlar. Bir iki dənə Samirin canına efirlərdən küsmüşdü, o efirlərə kimsə çağırmır onları. Mənə zəng elədi ki, mübarək, sən Lateli xanım yanındadır. Deyən gəlsin bizim efirə. Mən deyəndən sonra, özü də o qədər mənim xətrimi çox istəyir. Mən deyəndən sonra dedim, mübariz deyirsə gələrəm, eyb yox. Sağ olsun, sağ sözümü olsun, qırmadı. bir dənəmizdir. Allah sana sağlığı versin, Allah səni Bu yaxınlarda sənətimizdən bir əsiy eləməsin. balaca, məndən elə bir ki incimişdi. Bir bu, bir də Manaf Ağayev. Telli ikisi ilə də barışmışam. Bir balaca bir şey var idi. Tellinin kini yoxdur ki, onu görəndə Yox, adam yox. ona içində kim bəsləyə bilmir. Çox Bilməm, maraqlı bilməm, xanımdır, vallahi bilməm. əziz tamaşaçılarımız. Adam ona qarşı bir kino olmur ürəyində. Ona qarşı bir nəsə başqa şey düşünə bilmirsən. İstəyirsən ancaq ondan danışasan. Adamın ürəyi Ən partlayır ki, əsası da odur ki, həmişə sözün düzünü hə, danışır. öpürəm onu. Bir dənəmizdir, Mən də, çox mən də. istəyirəm. Allah həmişə Sağ ol, səsini, Telli. sənətini Var olasın. zirvələrdə etsin. Öpürük Telli xanım, var olun. Hə, mübariz, maşallah olsun. Sonra bir 11-12 dənə aşığın üstündən xət çəkə-çəkə gəldik. Yaqin məndən inciməzlər, hamısını çox istəyirəm valla. Allah'ın da olsun. İçərisində istəmədiyin kimdir? İçərisində istəmədiyim. Düzün deyən, bax sən Telli də dedi ki, sözün düzün Valla deyəsən. mən içərisində istəmədiyim Kim- Namik olub, bir də Fərhad olub. Fərhadla da bu yaxınlarda barışdı. Fərhad kimdir? Namiklə də davayaq barışmışıq. Fərhad kimdir? Ay, Fərhad Tufan. Fərhad Tufan, hə. Hə, o da biraz xətrimə dəymişdi, amma barışdıq, hər şeyi qoyduq yoluna. Amma indi düzəlibdir, şükür Allaha. İndi aşıqlar özü də azdır. Sənə Samir. sataşırlar, yoxsa sən sataşırsan? Yox. Durduğum yerdə sataşırlar valla. Doğrudan. Amma bir söz deyim sənə. Özümə söz vermişəm, and içmişəm ki, indən belə nə qədər aşıqlar var, hamısını tərifləyəcəm. Çünki biz azıq. Azsız. Götürəndə biz 20 kütlədə, dənə aşıq ya da da 20-30 dənə, ilə olsun 50 dənə. Biz azıq. Bəs sən bu Az sonuna olmağa daş görə. atanda da onlar da tərəfləyəcək. Allah haqqı tərifləyəcəm. Qoy hansı mail işsə, dostlarıma daş atsa, buradan deyəcəm ki, səni öpürəm. Sağ ol, sən bir dənəsən. Sən ürəksən. Niyə sənin bostanını daşlayırlar başqa adamın, məsəl üçün Telli xanımın bostanına daş atmırlar? Nə Niyə? bilim, Kəmalə xanımın bostanına daş atmırlar? Yox, mən şəxsən istəyirəm ki, indən Sən belə olmuyor. bostanına şeylə də. Bax, Allaha Biraz- and olsun. Hə? Allaha and Sən şeydə olsun. bostanı açıq qoymusan. Mən istəmərəm ola. Satan- Özdə şəxsən bu aşıqlar arasında heç vaxt istəmərəm ola. Bax, bu mənim elə bir şey, bu son zamanlar beynimdə tutduğum bir fikirdir. Hamısını istəyirəm ki, çox istəyirəm, hamısını. Bax, bir-birimizin evimizə get-gəliş eləyək. Bax, o günlərim Telli dedi ki, Samirin verilişindəyəm, oradan çıxıb Samirlə gələcək sizə. İndi buradan deyirəm, eşidir, bəlkə də baxır bizə. Mən qardaşınız anla, evdə xəngəl, mamam xəngəl Bəs mən yedəməyiblər, gəldilər. Yox, gələ bilmədi də, vacib işə çıxdı, getdi. Hə, məclisi var idi. Hazırlıq görmüşdüm. Bax, istəyərəm ki, indi düz deyib, məclisi olub gedib Tellini qınamıram mən. Amma istəyərəm ki, bir-birimizə belə get-gəliş eləyək, mehribançılıq eləyək. Bizdə də gəlib xəngəl bişirib. Hə, çünki özü kimidir azıq. o. Azıq çünki. Özü kimi xanımdır. Allaha Ona görə and onu olsun. çox Bax, istəyirəm. mən qardaşınız anlamda olsun. Lətifət Çeşməlini doğma bir bacım kimi ürəyimdə çox istəyirəm. Fəzaili elə öləm ki, doğma balaca qardaşımdır. Fəzaili onun kimi. Əlini onun Sən kimi. Fəzalidən böyüksən, hə? Hə, mən Fəzaili 76 təvəllüdəm. O məndən balacadır. Fəzali neçənci ildəndir? Vallahi soruşmamışam, amma məndən dəqiq bilirəm ki, balacadır. Məncə səndən böyük olar Fəzali. Yox, balacadır. Yaşını dəqiq bilmirəm, amma balacadır. Dəqiq bilirəm ki, məndən balacadır. Tamam, yaxşı. Yəni hərəsini öz ürəyimdə istədiyim bir yer var da ürəyimdə. Tamam, yaxşı. Zülfiyəni onun kimi, bazı yaxınlarda da məkanındaydım. Zülfiyəni onun kimi çox istəyirəm. Sonra hansını deyim, Avdın da xətrini çox istəyirəm. O da şəxsiyyətli. Amma bir gözəl nəfəri adam. istəmir mübariz. Bir nəfər kimdir? Bayaqları mənə dedi ki, Ya. Onu mən daha açığı görməmişdim, amma nəysə, danışmayaq. Ayrılaq sponsorlarımızdan bağlı şifahi məlumata davam edəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan
VIP hospitalıdır. Bilirsiniz ki, Milan VIP hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan hospitalındadır. Bugün Milan hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik, əziz tamaşaçılarımız. Nə qədər SMS-lər gəlib. Nə qədər SMS-lər gəlib. Sənə SMS gəlib, mənə də radar gəlib. Mən bir şey, radar gəlib. Nə qədər radar gəlib? Özüm ölüm, mənə da radar gəlib. Nə qədər? Qoy görüm, bəlkə bura gələndə düşmüşəm, daha görüm. Protokol ödəyəni. Telliyə deyərsən, ödəyər. Yox. Hörmətli tamaşaçılarımız, sonsuzluqdan əziyyət çəkirsinizsə, övladınız yoxdursa, bugünə qədər övlad sahibi olmamışsınızsa, biz sizə cərrah mama-ginekoloq Yeganə xanım Əliyevanı təqdim edirik. İllərdir uşaq həsrəti ilə yanıb yaxılırsınızsa, övlad dünyaya gətirə bilməyən xanımlarımız var, sonsuzdur deyə müraciət olunan bəylər, xanımlar var. Mütləq əlaqə saxlayın Yeganə xanım Əliyeva ilə, tam təbii üsullarla, normal müalicə ilə, belə deyək də, sizdə bu problemi aradan qaldırır bizim çox dəyərli cərrah mama-ginekoloqumuz və ondan sonra valideyn olursunuz. Nömrəndə görürsünüz. Mübarizəni bir video izlətdirəcəm. Allah qismət eləsin. Allah qurban olduğum. Çünki o üzr istəyirəm, ekizdən anadan olanda mən elə həyəcan mənim olmuşdu, elə sevinirdim ki, sözümü ağzımda toplayıb bir adama, qohum əqrabaya deyə bilmirdim ki, bəs bizdə ekizlər olubdur. İndi həmən o ekizlərdən bütün evlərə, ocaqlara Allah Taala qurban olduğum nəsib eləsin. Amin, amin. Yeganə xanım bir təqə razıq saxlayın. Demək, Bahar, bir dənə buranı ver, əzizim. Heyf, mən efirə vermədim. Burada bir şey var, Xəbər media saytı paylaşıb bunu. Aşıq təcnis bilir, aşıq keçmiş qədimi havaları bilir. Mən onu deyə bilərəm ki, mən keçən dəfə verilişlərin birində səslənmişəm. Mən bütün o mənəm deyən, ay mən sağlam, mən belə sökərəm, mən belə yığaram. Mən onların hamısına səsləndim. Dedim, bu meydan qardaş. Gəlin görək, siz nəyi söküb görəsiniz. Gələn oldu yoxsa yox? Hələ ki yox. Səncə səni o aşıqlardan... Doğrudan Aşıq bu havaların hamısını bilməlidir. Bu arada Aşıq Şahin də salamlayıram. Mən də salamlayıram Şahini. Şahin yaxşı sənətkardır. Mən keçən səfər də verilişdəydik. Gördüm mərfətli qanacaqlı oğlandı. Dedim Şahin, sən nə əcəb efirlərə çıxmırsan? Sən niyə yoxsan? Çox şirin barmaqları var Şahinin. Dəqiq. Həqiqətən də çox şirin barmaq. Heç şəxsən mən Şahinin vurduğu barmağı mən vura bilmərəm. Dəqiq. Mən sağ deyirəm bunu. Çünki Şahinin barmaqları çox şirindir. Şouları Şahin eləyə bilər. Bir söz deyim də, bax mənim üzr istəyirəm. Sənin görsətdiyin triklar var. Onlar eləyə bilər yoxsa yox? Mənim üzr istəyirəm, bax uşağımın sünnətində gördüyün ki, ansambl Elmanın ansamblı idi. Gitara salan Elman. İndi Elmanı qoyaq bir qırağa, rəhmətlik dostum Nofəli qoyaq bir. Nofəl Qaracamaz üçün. Amma Elman sənətkardır da, gəl düzün deyək də. Nəcəb Rəhman Məmmədli? Bax, indi mən də onun kimi. Nəcəb Rəhman Məmmədlini çağırır? Rəhman da mənim qardaşımdır, dostumdur. Əlbəttə ki, onun hansı cəmaat üçündür? Onu buradan öpürəm bağırım. Deyəcəm bir... Hadi, yəni mən onu dedim də, o mənim dostum olub deyil, ondan qarası ağ olur. Yox, Nofəl dostum olduğuna görə Allah yerin beşd eləsin, yeri cənnət olsun. Ona görə əlbəttə Rəhmanı da deyə bilərəm. Rəhman da onun kimi. Görsən, bütün insanlar Rəhmanı çox istəyir, sevir. Nəyə görə? Çünki şirin barmağı var.
Mən də Heylə, mənim də Kimin qara şirin barmağı zaman. var? Rəhmanın. Rəhman müəllimi. Əlbəttə ki. Bir o var, sorumunu da deyim də, Aslan İlyasov həyatını sala. Bir o var da, Rəhmətlik. Allah rəhmət eləsin. Bir var Rəhman Cəbraylı çala. Allah şükür. Elə Rəhmanı deyək, hə, o da qaqağımızda, sən bilirsən. Bir o var da Rəhman sala. Rəhman neynəsə də var, Aslan ola bilməz. Ola Nə də mübariz neynəsə bu sazı dağılsa, söysə yoxsa, ədalət ola bilməz. Yəni, hərənin öz yolu var. Demək ki, Rəhmanın ifası o deyil də, hə? Yəni o ifa deyil, hə? O ifadə, Yəni o ifa söhbət deyil. kütlədən də. gedir. Rəhmanı Yəni o ifa Sən məni deyil. saçdıran məsələ. Yox, onu demirəm. Elə o Yəni, ifadır. Aslan müəllimin ifa... Yox, özün deyirsən ki, Rəhman Hə, neynəsə Qarmur də... Rəhman. Qarmur, yox. Qarmur, elə bir diktarasiyanın Rəhmanı. Yox, deyirsən Qarmur Rəhman. Rəhman neynəsə də Aslan Bəs İlyasov Aslan İlyasovun nə, o ifa eləyə əlbəttə bilməz. mümkün olmayacaq. Niyə? Mən o fikirlə Yox, Allah. razı deyiləm. Yox, yox, yox. Sənənin öz şirinliyi var. Qardaş, Yəni nə bu iş- fərqləndirir ki, Aslan İlyasovla Rəhmanın ifasının arasında Onun bir şirin barmağı var da, harasa toxunursa o şirinliyi gətirir da o. gətirir. Bəni, Amma Aslan, Rəhman onu Allah- gətirə bilmədi. Hə, Rəhman Azizdən. Tamam, yaxşı. Bu arada salamlayırıq Rəhman Cəbrayılına. Mən də salamlayıram, baxırsa bizə salam göndərir. Biz niyə yığıb Rəhmana demirsən ki, ay Rəhman? Məsəl üçün, Bax, Aslan bu də- müəllimin o şirinliyin eləyə bilmirsən. Bu dəqiqə yığ Rəhmanı, Rəhman da söz deyər. Çünki biz boşluq üçün ustadlarımıza həmişə hörmət qoyaq. Həmişə onların adını uca zirvələrdə saxlayaq. Rəhmanla mən Bax, indi mən qardaşlarım. hörmətli tamaşaçılarımız yığacam Rəhmanı. Bu arada mənim çox dəyərli dostum Cavanşir müəllimi də salamlayıram buradan. O da bizi izləyir, Mübariz sənə salam göndərir. Mən də salam. Çox dəyərli, gözəl bir insan, ziyalı bir insan, salamlarımı çatdırıram. Deyirsən ki, Deyirəm, soruşdu, özündən soruş. Denə ki, sən Rəhmanım. Aslan İlyasov ola bilərsən. Elə belə bir soruş da. O, Allah ona qəni-qəni rəhmət eləsin. O mahnının möhrünə vurub gedib öcüyə. dəqiq. Allah qəni. Mübariz görürsüz, böyük, kiçik ümumiyyətcə yerin yurdun bilir. Əlbəttə boşdur. Yerin yurdun bilir. Böyük sənətkarlarımızı, özündən öncə gələn ifaçıları Bəli, Mübariz, nədir onun adı? Onların yolunu gətirir. Bax, ona görə bugün bəlkə də mübarizdir. Ona görə də bəlkə mübarizi çox istəyirlər. Rəhman Cəbraylı hardadır? Ona görə də bəlkə mübarizi çox istəyirlər. Ki, böyüyün kiçiyin yerin bilir. Amma adam var ki, böyüyün kiçiyin yerin bilmir. Yox, yox. O iş çörəkdə tapıb yeyə bilməz axı. O iş çörəkdə tapıb yeyə bilməz ömür boyu. Çörək tapıb. Valla elələri var ki, elə çörək tapıb yeyirlər ki, Yox, heç yox. 5 günlük, 3 üstündən də günlük. su içirlər. Mən qardaşın zanında 5 günlük, 3 günlükdür o. Axıracan gedə bilməz o. Doğrudan. Vallahi gedə bilməz həyatı bu. Rəhman, sabahın xeyir olsun. Sabahın xeyir olsun. Biz efirdəyik, canlı yayındayıq. Baxırsan efirə yoxsa baxmırsan? Yox, biraz başqa işim var deyə ona görə baxa bilmirəm, üzr istəyirəm. Nə işin var ki, sənin səhər tezdən? Səhər tezdən bir toy adamı vardı, onunla görüşməyə getmişdim ona görə. Toy sahibi. Rəhman nətərsən? Rəhman, deməli burada Aşıq Mübariz qonağımdır. Bu arada sənə məlumat verim, baxa bilmirsənsə. Yəni oradan-buradan söz-söhbət düşdü. Mübariz mənim deyir ki, Rəhman neynəsə də, məsəl üçün adi bir həyatı rəqsi. Deyir, məsələn, neynəsə də o Aslan İlyasovun ifası kimi ifa eləyə bilməz. O Aslan müəllim deyir, barmağında fərqli bir şirinlik vardı. Pisləmir ha səni. Deyir, Rəhmanın da özünün yolağası var. Salamlayıram. Sağ ol, öpürəm səni, öpürəm. Razısan yoxsa yox? Yox, biz siz nəsə bir şey deyim də, Aslan müəllimin böyük sənətkarımız olub, Aslan müəllimin öz yolu var. Yəni Mübariz bəy belə demək istəyir ki, mənim öz yolum var. Mən belə başa düşürəm. Amma yəni belə, yəni Aslan müəllim bizim böyük sənətkarımızdır. Təbii ki, yəni bizi gənc bir ifaçılarla nəysə o türklər deməli qiyasdasalar, nəysə onda mənim bəlkə də xətrimə dəyərdi, amma Aslan müəllimin yəni ondan yaxşıdır, nədir, yəni deməsi, yəni mənim xətrimə dəyməz. Çünki Aslan müəllim bizim ustadımızdır. Allah ona rəhmət eləsin. Allah köməyin olsun. Rəhman, səndə nə çatmır, məsəl üçün, o ifa ilə bir ifa arasında? Mən seçə bilmirəm. Çatmır deyil, daha bir sən nətər Samir bəy. O çatmır söhbət deyil, sadəcə olaraq o hər bir musiqisinin öz ürəyi var. Ay sağ ol, bəli. Yəni mənim məsələn həyatı rəqsinə mən başqa yanaşıram. Başa düşdünüz? Məsələn Aslan müəllimin öz ifasıdır. Təbii ki, öz ifasıdır. o. Yəni o elə yazıb, elə öz ürəyi üçün elə yazıb, elə ifa eləyir.
Yəni biz də ondan eşidib sadəcə olaraq özümün mən bir Başqa bir şirinlik qatıb da, Rəhman. Məxsus ifa eləmişəm. Başqa bir söz Tamam, eləmək aydındır. Yaxşı, Rəhman, təşəkkür edirəm sənə. Sağ ol, sağ ol. Çox sağ ol, çox var ol. Hə, görsən, bu da normal qəbul elədi. Bilirsən? Deyirəm da, sən o ustaddır, o sənətkar. Tənqidi tənqid kimi qəbul eləmək lazımdır. Biz heç vaxt təhqir eləmir ya. Tənqid ola bilər. Rəhmanı mən qardaşımdan seçmirəm, çox istəyirəm, amma sözün gərək düzün deyəsən axı. Bu efirə 10 nəfər, 20 nəfər baxmır, Samir. Bütün dünya saat baxır sən Tamam, bu verişinə. dəqiqə Aslan müəllimin də qohum əqrabası qoşulacaq efirə. Allah Orxan deyir ki, Mübarizdən bir ifa Gəlsin. təqdim eləyək. Gəlsin. Gözəl olar Orxan, mənim dəyərli, sevimli rejissorum. Həqiqətən, səni verənə şükür. Sağ ol, sağ ol.
Mübariz, çox sağ ol. Əllərinə Sağ ol, sağ sağ ol. ol, Gözəl sağ ol. ifa eləmişsən ha, öz aramızda. Var olasan, var olasan. Həqiqətən qəşəng, xoşuma gəldi. Qəşəng ifa eləmişsən. Hə. Az ifa eləmişsən bunu efirdə amma, yoxsa? Yox, ret qaldı olarsın. Niyə? Vallahi yadıma düşmür asığı. Mən bilirəm ki, bunu sənin təşəbbüsündən gedib ifa eləmişəm, yazdırmışam. Ona görə sənin verişinə gələndə mən istəyirəm ki, onu Meçima lazımdır da, belə havalar da Hə, lazımdır. belə lazımdır. Özü də bu mahnı xoşlayırdım. Aşıq havaları öz yerində. Müasir Azərbaycan musiqiləri, bugün gündəmdə olan musiqilər öz yerində. Bu cür ifalarındakı mütləq Cavanşir Sazda da qəşəng alınır da, sazda da çox qəşəng alınır. Buna xoşuma gəldi, qəşəng ifa eləmişsən. Mübariz kasıblamısan eşitdim, yoxsa? Vallahi eləməsin deyə. Kasıblamamısan? O toylar biraz yoxdur da, toylar zəifləyib. O da ki, Niyə bugün may ayı həmişə elə olur da. Səndən çox toya gedən aşıq vallahi Yo, Samir, hamı da elədir. hamı da elədi, amma sən yetərincə dəvət Olur, alırsan. bir may Həm də ayında. normal qiymətə gedirsən deyə hamı səni çağırır. May istəyir. ayında olur, demirəm olmur. 5 dənə, 6 dənə olur belə. Amma da bütün O da dolanışıq üçün. O da bütün toyda bir ay hamısını. Onun da ki, maşallah, o qədər sənəsi dostlarımızın ad günü, xeyir işləri var ki, ancaq elə güclə satdırırsan. Belə şeylər var. Amma gələn ayda da var, avqustda da var. Xəşliyən əlim var. Onu sən görmüsən də, dəfələrlə görmüsən. Hə? Sən dəfələrlə görmüsən onu. Var, yox. Xəşliyən əlim. Hə, Var, məncə. Ürəklisən. əlbəttə, Məsələn, sən simiş deyilsən, Mübariz. qətiyyən. Məndə varsa, deyəcəm var, yoxsa deyəcəm yoxdur. Hə, Mübarizin simişliyini görməmişəm. Vallahi qətiyyən. Adam var, belədir, əli. Ay, Demirəm, belə olsa hamısı tökülsün yerə. Yəni, Hardasa əlin da belə bəli. olmalı. Əflatun Qubadov həmişə deyirdi mənə ki, deyir, əlin nə belə olsun, belə olsun, deyir. Ay, sağ ol. Nə də əlin belə olsun, tökülər yerə. Belə olmalı, deyir əlin. Bəli, çox gözəl deyir. Bir də adamından adamına görə dəyişir. Hər adama da Əl açıq olmur, hə. əl açıq olmamalısan. Ay, sağ ol. Bax, onu həmişə mamam deyir mənə. Hə? Həmişə mamam deyir o sözü mənə. Maması, mən də deyirəm də burada, balaca qardaşı da deyir burada. Sağ ol, sağ ol. Yəni, hər adama qarşı əl açıq olmamalısan, əziz tamaşaçılarımız. Bəli, düz deyirsən. Valla, insanlar var ki, qədir qiymət bilməzdərdilər. Bəli. Elə bir ki, belə də olmalıdır. Adam da var, Həqiqətən elə. bir manat edirsən onun üçün. Həmişə də deyir onu. Həmişə də. Vallahi bax, mənə də qabama çıxdı elələri. Deyirlər, yox, yadındadır sən falan vaxtı. Mənə falan şey sən bunu elədin. Heç mənim yadımdan çıxıb. Amma bu gətirir mənim yadıma salır ki, hansısa ha vaxtsa mən gedəndə buna 2 manat vermişəm, 1 manat vermişəm. O yadında qalır. O yadında qalır, belə şeylər də var. Bəzən adam elə gəlir ki, yaddaşda qalmır, amma yaxşılıq elə bir şeydir ki, yaxşılıq həmişə yadda qalır. Bəli. Yaxşı adamdırsa qarşı tərəf, o yaxşılığın həmişə yadda qalır. Yox, adam nankordursa, çörəyi dizinin üstündədirsə, o qalmayacaq. Bu arada Gülafət xanım həmişəki kimi yenə salamlayır səni. Bəli, bax, sən canım mamam zəng eləyib. Bir görümsən məncə bu arada. Qoy səsinə qoy. Adı nədir? Ay mama. Mübariz, Ay can, mənə salam deyirəm Samiri. eşidirəm də, qoşmuşam səni efirə. Samiri öpürəm, çox öpürəm. Samiri mən səndən seçmirəm. Can. Baxırsan verilişə. Hə, baxıram, Samiri mən heç də vaxt səndən seçmirəm. Samiri mənim balamdır. Can. Sağ ol, sağ ol. Allah sizə ömür versin. Bayaqdandan məni divara dirib bu. Tezdən. Hay can. İstəmirəm. Samiri nənə bana, Samiri sən çox öpürəm. Halallığın verdi narahat. Bir dəfə görüm səni. Bir dəfə gəlim, bax deyirəm sənə. Bugün hamı may ayı doğulub da, Fəday xanım idi da, Sədaya. Xətay xanım. Hamı may ayı doğulub. Bugün də o Habil Nuranın oğlunun toyudur. Ora gedəcəm, axşam başqa televiziyada qonağam, orada olacam. Sabahları axşam sizdəyəm. Mübariz evdə olsa da, olmasa da. Evdəyəm. Sabahları gələcəm sizə. Evdəyəm. Sağ ol, öpürəm səni çoxlu. Gəlməyim sabah. İşimi bilim. Koçerek evdə olur, yoxsa evdə? Evdəyəm. Evdədir. Mübariz deyir ki, evdəyim sabah. Evdəyəm. Ha, evdə olsa gəl. Can. Öpürəm səni.
Çox sağ ol. Qanımın arasına girdin. Çox sağ ol. Çox var ol. Mən sənə öpürəm, bir balam kimi öpürəm. Çox sağ ol əzizim. Allah səni o evdən, Allah sənin nəfəsivi, Sağ ol, sağ ol. o evdən əski eləməsin. And ola səmimi içimdən gələn bir şeylə deyirəm. Siz o qədər gözəl anasınız, siz o qədər gözəl insansınız. Mən sizi şəxsən tanıdığıma görə bunu deyirəm. Qabağınızda da elə özünüz kimi gözəl bir mübarizin həyat yoldaşı. Sağ ol, Arzu. Arzu xanım. Hə, Arzu bacımı da buradan öpürəm. Kimisi çıxdı qabağıma. Həqiqətən. Arzu bacımı da buradan öpürəm. Allah onu da var eləsin. Çox gözəl xarakteri, xasiyyəti olan. Sağ ol. Mübariz nəysə gedib pulla ala bilərsən. Özünə villa alarsan, maşın alarsan, nə alarsan. Amma Arzu xanım kimi o xarakterli xanımı sən tapa bilməzsən. Sən biraz məndən beş betər həfsələsizsən, amma arzudur ki, sənə dözür. Həqiqətən ha. Hacı elədi, hacı. Hə, bilirəm də, mən bilirəm. Sənət adamlarının kaprizlərin çəkə biləcək, götürə bilmir hər adam. O, bacımız götürür. Mama, səni öpürəm. Allah səni var eləsin, sabahları səni gəlib görəcəm. İnşallah. Sağ ol Qaban alım, öpdüm səni. Sağ ol, sağ ol. Ay, arvad deyir ki, Samiri deyir, nədir onun adı? Özə gətirib. Deyir Samiri, ay mübarək, bilmirəm, məndən danışır. Yaşdaşım, mən o vaxt sizə gələndə cavan idim. İndi neçə yaşı var? Neçə yaşı var indi? Kövrəldi mi? 85 yaşı var. Hə? 85. Adam valideynlərinə baxanda həqiqətən yaşa dolurlar. Adamın canına bir qorxu gəlir. Vallahi billahi. Valideyn, məsələn, deyirlər falan kəs 70 yaşında rəhmətə gedib. İndi özümüzün bəlli bir yaşımız var. Fikirləşirsən ki, sənin içində bir uşaqlıq var, sən balaca uşaq imişsən. Bizə elə gəlir ki, 70 yaş böyük bir yaşıymış. Heç deyil, 70 yaş, elə bir 7 yaşım var. Ömür indi də ildırım surəti ilə gəlir, gedir. Baxır adam deyir sənə, 70 yaş nədir? Bir dəfə atamdan, mən soruşmamışım, mən elə şeyləri heç vaxt risk edib. Atamın da 70 neçə yaşı var da. Gəlimiz soruşub atamdan ki, dayı, bəs yaşlanırsan da, qorxursan ölməkdən. Bir sənə deyib, hə, valla. İnsan elə bir ki, cavanlığa doğru getmir axı. Hər birimiz o hissləri keçirdəcəyik. Oradan elədim. Kim deyir, ölümdən qorxuram, ölüm haqdır, o bir yana. Amma adam doğrudan yaşa dolduqca şey olursan. Kövrək olsun. Hə, elə bir ki, bir ayağım deyir, bir ayağım burada, bir ayağım gördə, bax, belə bir məsələ var. Allah gecindən versin. Allah ömür versin. Allah ömür versin bütün valideynlərə, həmçinə sən, anava. Mübariz yetmiş, ata yüzü görməyib ki, düzəməli, hə, Mübariz? Hə, valla. Həqiqətən də. Hə, valla. Anavı sizin üçün həm ata olub, həm ana olub. Hə. Hardan? Adı nədir? Alo. Bəli, bəli. Hər vaxtınız xeyir olsun Sevinç xanım. Sevil xanım. Sevil xanım, biraz kövrəldik. Bilmirəm, siz də kövrəldiniz yoxsa yox? Bəli, bəli. Mən Mübarizlə 2011-ci ildə, Mübariz, məni eşidirsənsə oğlum, Ələt qəsəbəsində Mirxaliddə çəkilişdə olduq. Mirxalid. Mübarizə məni təqdim elədilər, yazar qadın kimi. Sual verdi mənə ki, Xaç xanım, siz necə yazırsınız? Dedim, siz necə çalışırsınız, mən də elə yazıram. Nəysə mənə bir kiçik xahiş elədi ki, mənə şeir yaza bilərsiniz. Dedim, valla, mən saray şairi deyirəm, ənam xatirinə nəsə yazam. Bəlkə gələrsə yazaram. Elə ki, bir qədər keçdi, sazı kökləyəndə bir anlıq beynimə gəldi, ona bu şeiri dedim. Dedim, həyatda sən yaşa, Mübariz. Qoy səndən xatirə qalsın xoş bir iş. Əl ilə çalırsınız, dillə deyirsiniz, mizrabın telindən ayrı düşməsin. O dolu ürəyin, gözəl sözlərin, rəğbətin qazansın hər zaman edin. Səni sevir, gözündə uzal səni sevənlərin, mizrabın telindən ayrı düşməsin. Çağıram deməyə nə var qardaş, çalanda od verər çaxmaq ilə baş. Çiyinlər üstündə oynayanda baş, mizrabın telindən ayrı düşməsin. O sazı mənim qarşımda qoydu, baş endirdi ki, sən xalq şairsən. Çox gözəl şeylər, çox gözəl. Mən
imkanım olduqca bu verilişləri izləyirəm. Mübariz, öpürəm səni. Sağ olasınız xanım. Mən də sizin əllərinizdən öpürəm. Sağ olun. Çox sağ olun. Çox şad oldum Allah. Yadım açdı. Mübariz. Yadım açdı valla. Allah sənə əksik eləməsin. Var ol, öpürəm. Hər yerdə mən sənə deyirəm, sən novator asan, sən novator balamsan. Habil Əliyev necə ki, Kamançada o Toğun düzəni, Hindistanın səsləndirir daha. Sən haqqında kim nəsə desə elə biləm, mən ürəyimi telinə toxunur. Gərək ürək lazımdır. Ürəyin o sarı simləri var ha. Onu dilləndirən bir mahir barmaqlar lazımdır ki, ehtiyaza gətirsin. Ehtiyacı olmayan adam səni duymaz. Can, Sağ ol çox başına sağ olun, dönüm. Əhəz Sağ ol xanım, başına çox sağ olun. dönüm Əhəz xanım. Bəli, Allah bu səni tamaşaçı var eləsin. sevgisidir. Bunu sən kimdənsə xahiş eləməmsən ki, mənə bunu denən. Bilirsən, adam bir ürəklənir. Dünən mən məkanlarımızın birinə getmişəm. İnanın, orada məni qoymayıblar oturmağa. Şıxəli bulağı deyilən Füzulidə bir yer var. Çəkilişi gördüm, paylaşmışdım. Oturmuşuq orada, dostumuz Amid bəyin yeri idi. O gəlir, şəkil çəkdirir, bu gəlir, xoş sözlər deyir. İnansan, iştahım açıldı. Çörək yeməyə getməmişdim. Bax, Samirin Əzizanla. Bu tamaşaçı sevgisi bir başqa hissdir. Allah onu... Bax, ona görə bütün evi, öldüyüm günə kimi deyəcəm bu sözü. Ona görə həmişə deyirəm ki, yadına düşürdü rəhmətli, Allah qəni rəhmət eləsin. Məhəbbət Kazımov ayağa dururdu, deyirdi, əziz xalqım, əziz millətim, məni məhəbbət edən sizsiniz, mən sizin qarşınızda baş əyirəm. Həmişə bu sözü. Mən də deyirəm ki, qoy Allah Teala əlimdən varımı, dövlətimi alsın, yəni bir dənə quru canım qalsın, amma bu xalqın sevgisini məndən almasın. Sənin cəmaat çox Xalqın sevgisi başqadır. Səni çox istəyirlər. Bax, onu da çox adamlar həzm eləmirlər. Elə içi aşağı qarışıq. Eybi yoxdur. Bir nəfər hamı çox istəyə bilməz axı. Məsələn, nə deyirlər əziz tamaşaçılarım? Naxçıvan Muxtar Respublikasından zəngimiz var. Gözəl Naxçıvanımız. Alo. Salam aleyküm. Aleykümselam. Salam aleyküm. Sabir malım damatdır. Ordubat rayon Qoşacəndən sizin bu verişi izləyirəm. Can. Baxıram, aşıq mübarizə sənə. Çoxluca salamım var. Ordubatdan, Azərbaycan indisi olan Ordubatdan, Qoşacə kəndindən hər ikisi aləmlə bərabər baxıram. Allah təbarək təala sizə ömür versin, can sağlığı, xoşbəxt olasınız. Can, Aşıqqal neçə yaşın var? Öpürəm. Oldu, sağ olun, baxıram, Allah razı olsun sizdən. Can, neçə yaşın var ay Ağsaqqal? Mənim 67. Allah ömür versin. Kimdən baxırsan bizə? Mən yoldaşımdır, nəvamdır, qızımdır. Onları da salamlayırıq, hər ikisini salamlayırıq. Sağ olun, Allah razı olsun. Çox sağ olun. Sağ olun, mən də minnətdaram, var olasınız. Bax, bu sevgini görürsən, insanlar səni nə qədər çox istəyirlər. Çalış heç vaxt bu sevgini heç vaxt itirməsən. İtirən oğlan deyilsən. Bir də bir şey deyim. Sözüm qəribçiliyə düşməsən. Ağsaqqala buradan xüsusi təşəkkürlərimi bildirəm. Mən də bütün Naxçıvanları salam. Mübariz, aşıqlarımızın çoxu, çox ola bilər sənətkardır, ola bilər doğrudan da hansı aşıqlarımızda belə virtuoz sənətkardır. Məsələn, onlarda o tamaşaçı sevgisi yoxdur. Bilirəm. Məsəl üçün, sənin qədər populyar deyirlər. Onlara qarşı insanlardan sevgi yoxdur. Bax, o gəlib otursa burada bir nəfər telefonun dəstəyini qaldırıb ona sənə deyilən sözü deməyəcək. Onun paxıllığıdır ki, mübarizə sataşırlar ki, qoy mübarizə gözdən salaq. Qalmaqalla da, qalmaqalla. Məndən də sənə əmanət, heç vaxt o qalmaqallara getmə, ucuz qalmaqallara getmə. Bilirəm sən gedən deyilsən. Deyir, mənim söyəni mən də qayıdıb söyəcəm, mənim döyəni mən də qayıdıb döyəcəm də, sən o prinsiplə yanaşırsan, amma eləmə, niyə görə eləmə? Eləyəndə də peşman olur. Bilirsən niyə görə eləmə? Onların itirəcəyi heç nə yoxdur. Bəli, bəli. Yəni, yoxdur da, faktiki yoxdur. Ola bilər, virtuoz sənətkardır, virtuoz aşıqdır. O sevgi yoxdur onlara qarşı, amma sənin itirəcəyin nəsə var. Sən hansısa tamaşaçı bax verəcək, mübariz də getdi qoşuldu, bu kim idi? Bir saç çalan var idi, ona getdi qoşuldu. Çox biabırçı bir hərəkət elədi efirdə. Bu sözü özünə niyə dediniz? Sən cəmaat çox sevir. Qaraçuxur qəsəbəsindən bir izləyicimiz telefon xəttindədir. İnan bu veriliş, heç hazırlaşsaydım belə olmayacaqdı. Gör mənə alasın. Alo. Alo. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Samir müəllim. Kimdən danışırıq? Mən özüm Göyçə mahalından Hacıyev Dünyamindir. Lap gözəl, Dünyamin müəllim, eşidirik. Salamlayırıq, salamlayırıq. Hər birinizi öpürəm.
Çox sağ olun. Bağrıma basıram. Sağ olun. Bizim bir tərəfimiz Kəlbəcərdir, bir tərəfi Göyçədir. Bəli, bəli, bəli. Mən özümdə nağara ifatçıyam, Qara Zurnada. Nağara ifatçıyam. Əla. Mübarizlə mən çox toylarda olmuşam. Onun barmaqlarına qurban olum. Sağ ol, öpürəm səni. Öpürəm Bizim Aymina, var ol. Kəlbəcərimizi yaşadır, Göyçəmizi yaşadır. Var ol əziz. O gün olsun, Allah'tan arzum odur. Mübariz bu sazı Göyçədə Sevan gölünün qırağında çalsın. İnşallah, inşallah. Allah arzumuza satsın bizi. Biraz heyecanlıyam, üzr istəyirəm. Allah'tan arzumuz odur. O gün olsun Göyçəmiz alınsın, inşallah alınacaq da tezliğiyle. Amin. Alınacaq yeri azad olunacaq mənfur düşmənlərdən. İnşallah. Düşmənlərdən inşallah Göyçəmiz də alınacaq, Zəngəzurumuz da alınacaq. İnşallah. Mübarizdən bir dənə xahişim var. Hə. Xahiş edirəm dönə-dönə. Alçaq dağdan duman qalxır, dağı dolana-dolana. Kim ağa, kimin ötər, nötər olan cəfa çəkər. Bülbül ağlar, qanyaş dökər, bağı dolana-dolana. O mahnını xahiş eləyər, ifa eləyərdi. Hər birinizi öpürəm, bağrıma basıram. Təşəkkür edirəm, məni efirə qoşduğunuza görə. Minnətdarıq, təşəkkür Rami, ederim. sağ ol. Mən də səni öpürəm. Çox sağ ol, dəyərli sözlər üçün, gözəl sözlər üçün. Allah səni var eləsin. Elə öz sənətində qocalasan inşallah. Onu inşallah o mahnını mən də xoşlayıram. Onu bir dəfə yazdırıb gələn səviyyə efirində oxuyaram. Onu Mütləq. gözəl də mahnıdır. Mütləq. Mübariz, Oxan, bir təbrikimiz də vardı, o təbrikimi də edeyim. Xilafətlə nəsə yazmışdı mənə. Deyir Hüseyin Arif, yaman köçə köçdüşdü. Göysəllər köçüb getdi Göysədən. Yerlər göylər qan ağladı kişinədir. Göysəllər köçüb getdi Göysədən. Samir, kimini dindirirsən, söz şələ-şələ. Atdılar Göysəni bir anda belə. İtlər bağlı qalıb zincirdə hələ. Göysəllər köçüb getdi Göysədən. Amma deyilə Göysəllərə. Bəli, gözəl Göyçə mahalından. Sağ olsunlar. Bu arada Gülafət xanım yazır mənə, Arzu xanımın doğum günüdür Samir, təbrik elə. Nəsibə xanım və Gülafət xanım təbriklərə qoşulurlar, təbrik edirik. Orxanın bir təbrikimiz də hansı idi əzizim? Deməli, Novxanıda məktəblərimizin birində tarix müəllimi işləyən İmanova Rəna xanımın bugün doğum günüdür. Ailəsi, qohumları, tələbə yoldaşları və məktəb kollektivi bu münasibətlə əlbəttə Rəna xanımı, Rəna müəlliməni ürəkdən təbrik edirlər. Biz də bu təbriklərə qoşuluruq. Bəli, Rəna xanım, qoşuluruq. doğum gününüz mübarək, 100 yaşayın. Əməkdaşımız, epirejtorumuz Orxan da xüsusi deməli, təbrik edir. Qubadan zəngimiz var. Orxan, sən nə yaxşı oğlansan. Efirdə olanda bax, sevindirirsən məni. Həqiqətən. Mənim çox istədiyim Qubadan görək, bir zəng gəlir, görək də O deyirlər. qədər zənglər var, o qədər zənglər gəlir. Başqa rejistorlarımız olan deyirlər, zəng yoxdur, alladırlar məni. Alo, Salamünaleyküm. hər vaxtınız xeyir olsun. Gözəl Qubamız. Necəsiz? Çox sağ olun, salamlar. Siz necəsiz? Mən yaxşı. Qubanın harasına zəng vurmusunuz? Qubanın Yenikənd kəndini. Qubanın Yenikənd kəndi. Dağ kəndidir. Yox, Dağlıq kəndi, bəli. Dağlıq Bəli, bəli. Düz deyir, dağlıq şəhətdir. olmusan? Hə, olmuşam. Yenikənd, nə Yenikənd, gözəl. bəli. Mübarizəm olub bizim kənddə. Olur? Bəli, bəli. Bu anda bunun olmadığı yeri var, bunun canı yanmaz. Harsı daşı qaldırsan altında mübarək çıxır. Ya el oba bunu çox istəyir də ona görə. Qubada havalar necədir? Havalar sərindir, havalar. Havalar sərindir. Çox gözəl hava var, bəli. Qonağımız ola bilərsə inşallah. İnşallah. Mənim əziz qaqam, bütün o Yenikənd insanlarına buradan ateşli salam göndərirəm. Allah bütün qubalları var eləsin, siz də başda olmaqla. Çox sağ olun. Minnətdarıq. Həmişə baxın, izləyirsiniz proqramlarımızı. İzləyirik, əlbəttə ki, sanırım. Həmişə. Neçə yaşınız var? Mənim 33 yaşım var. Subay deyilsən 100%. Yox, yox. Deyəcəkdim subaysansa toyunda inşallah. Bağlarımın toyunda. İnşallah, çox sağ olun. Bağlarımın toyunda. Çox sağ olun. Quba cəmaatı da gözəl cəmaatdır. İstiqanlı, mehriban, gülər üz. Mənim orada elə sənin qədər yaxın bir dostum var, Poladdır. Bir də Pərviz. Buradan əgər bizə baxırlarsa, buradan ateşli salam göndərirəm. Biz də... Nüqədidə olurlar özdə. Nüqədidə? Hə, Nüqədidə olurlar. Nüqədi biraz Elə bir ki, Samirin zanına qardaş qədər bildiyim 2 dənə dostum da onlar. Tez-tez də Sən danışıram. də adam tanıyansan. Bax, Mübarizlə bizim müştərək iki dostumuz olub. Bir də gördüm ki, Mübariz onun biri ilə münasibətləri
elə nöqtələyib. Ay, sağ ol. Bildin də kimi deyirəm. Mən nöqtələmədim münasibətləri. Biraz dedim qoy getsin hələ. Yoxluyurdun yavaş-yavaş. Yoxluyurdum və günlərin bir günü bir məsələ oldu. Məsələ oldu. Bu adamı həmən günü tanıdım. Görürsən. O gündən bu günə mən də o adamla sağollaşdım. Və dedim, hə, Mübariz, sən doğrudan adam tanıyansan. Düz ondan sonra nə qədər cəhd elədi, şirinliklər eləmək istədi, alınmaq istəmədi. Eləsə də o olmur axı. Hə, O ola bilməz. bir insanın iç yüzünü biləndən sonra onunla artıq əvvəlki kimi alınmır. Olunmur, yox. Mən hərdən baxıram, ailə qurub ayrılan insanlar olur. Deyirlər, ailə qurdular, ayrıldılar. Sonra barışdılar. Deyirəm, nətər barışdılar? Bu nətər ola bilər o? Yəni, onu təsəvvürümə gətirə bilmirəm. Ailə qruplar ayrılıblar, sonra da barışıblar. Mən onu təsəvvürümə gətirə bilmirəm. Ortadan pərdə qalxır. Ay, sağ ol, yenir. Ortadan pərdə qalxır, göyün bir qatına, daha yenmir, göydə də qalır. Göydə qalır. Və o insanlar bir-birlərinin gözlərinin içinə necə baxırlar, necə danışırlar, necə ünsiyyət qururlar. İnanırsınız ki, mənə çatmır o əziz tamaşaçılarımız. Bitdisə bitdi bir insanla münasibət. İstəyir ailə münasibətləri, istəyir sevgi münasibətləri, istəyir dostluq münasibətləri, istəyir iş münasibətləri, istənilən münasibət. Bitdisə bitdi. Sağollaşırsan, deyirsən sağ ol. Rəhmətli Süzayət. Belə olmaq lazımdır. Rəhmətli Süzayət. Xaraktersiz, nə bilim. Allah qəni-qəni rəhmət eləsin bütün şairlərimizə, dünyasını dəyişənlərə. Deyir, zəhləm gedir tez alışıb sönənlə. Qəlbimdə gözülük köz saxlayıram. Bəlkə bundan ağır günlərə düşdüm, sinəmdə ehtiyat söz saxlayıram. Sağ olayım. Uzaqdan təpiyib tutmağa nə var? Ay Samir, arxadan cumub tutmağa nə var? Kiçik döyüşlərdən çıxmağa nə var? Çətin döyüşlərə diz saxlayıram. Süzayətəm, ürəyim əsim-əsimdir. Həqiqətin səsi mənim səsimdir. Etibar bəsimdir, ilqar bəsimdir. Mənvarı dövləti ar saxlayır. Can, mübarək. Allah səni bu elimizə, obamıza çox görməsin. Sağ olsun, Yaqub qardaşım. Sənə bir şey deyim, Yaqub deyil, Orxan işləridir bunları. Elə Yaqub da, Orxan da. Bizim topmuş qızımız var burada, kameraman. Tontili qızımız. Allah canı sağ Maşallah olsun. Yumurta deyil, onun adı yumurta. Mübariz müəllim, bir şey deyim sizə. Bax, telefonlarımız dayanmır. Siz xəbəriniz yoxdur da. Eləmirsən. Mənim qulağımda qulaqçıq var. Mən orada eşidirəm ki, Orxan tamaşaçılarımızla nə danışır, nə edir. O qədər zənglər var. Gəncədən, Şəmkirdən, Qazaxdan, Kürdəmirdən, Səlyandan, Rusiyadan. Səndən xahiş edirəm, Kəlbəcər olsa bir dənə qoş da. Yox, Kəlbəcərdən yoxdur, yalan deyəməm. Eləmi? Hə? Orxana nə var, bir də gördün, təşkil elədi. O qədər zənglər var və hamıda yığan sənə o sevgisini bildirmək istəyir ki, biz mübarizi çox istəyirik. Sağ olsun. Mən hamıdan eşitdiyim bir kəlmə var, mübariz yaxşı oğlandır. Sağ ol, İslam. Hələ eşitməmişəm ki, desinlər, sən Allah o tərəf elə mübariz. Elə, valla özündə eyləsin. Allah haqqı özündə eyləsin. O sözü eşitməmişəm. Kimi dindirirsənsə deyirlər, mübariz yaxşı oğlandır. Sağ ol. Xətay xanım, sizin əllərinizdən öpürəm, gözəl anamız, bu cür oğul böyütmüsünüz. Məsələn, sizin ailədə uşaqlar başqa cür ola bilməz. Elə bariz nümunə mübarizdir. Şifahi məlumatımızın vaxtıdır, izləyək, davam eləyəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından
bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik. Hardandır zəngimiz? Ay, yox da. Ya, deməz. Hə? Deyir, Kəlbəcərdən zəngimiz var. Sən Allah. Kəlbəcərdə yaşayış var ki, indi. Əsnədir. Volod, danışaq da. Biz elə deyiblər. Qoş görək. Alo. Qoş görək Orxan. Alo. Bəlkə də Kəlbəcərlidir deyib Kəlbəcərli. Bəlkə də. Alo. Ayda. Ramin adlı bir izləyicimiz imiş. İndi yenə cəhd eləsin, Orxan, zəhmət olması mənim üçün də maraqlıdır. O izləyicimiz zəng edir. Görək oradan zəng edir. Hə? Yox. Orxan da deyir ki, elə biləm. Mənim nəyim var? Tamaşaçılardan mənim gizlin heç nəyim yoxdur. Nə var onların gözünün qabağında? Mən başqaları kimi kameranın arxasında başqa iş görüb, kameranın qabağında başqa cür olmuram. Orxan deyir ki, elə biləm deyir, siz zəng vurub demişsiniz ki, Kəlbəcərdən bizə zəng vurub. Buradayıq, ən azından heç kim görməsə də bizim burada yaradıcı heyətimizdir. Mənim əlim telefona dəyməyib ümumiyyətcən. Həmçinin də mübarizdir. Ramin adlı bir izləyicimiz imiş. Kəlbəcərdən bizi yığıb. Sənə salamlar. İndi mobil operatordan yığdığına görə yenə də cəhd eləyin də Ramin. Mübariz deyir. Qoşulsaydı baxardıq da, görək yollar düzəlirmi, nətərdir orada vəziyyət. Əl olar da. Bu arada da yaxşı yadımdan deyir, sözün birini deyirəm, birini qoyuram. Bizim bir gecə saniyə mübarək. Samir, sən Allah sözünü də kəsirəm. Bir xəbərimiz var, bir pis xəbər. Sözünü də kəsirəm. Yadına düşür sənin o vaxtlar efininə gələndə hər dəfə deyirdim, Kəlbəcər alınsın, gedək çəkiliş orada eləyək. Baxın da o çəkilişi mən səndən eləyəcəm. İnşallah eləyəcək. Deməli, bizim Füzulidə Bağman Kərimbəyli həyat yoldaşı dünyasını dəyişibdir. Bugün 10 gündür dünyasını dəyişib. Uzun sürən ağır xəstəlikdən sonra biz dünənləri getdik, iştirak elədik. Mən gecənin bir aləmi getdim, dedim ki, mütləq getməliyəm Bağman müəllimin yanına. Bağmanı hamımız çox istəyirik, Allah rəhmət eləsin. Bağmanı çox istəyirik, Bağman müəllim. Həyatda da neynəmək olar? Allah rəhmət eləsin həyat yoldaşımıza. Axır qəminiz olsun. Bağmanı ilə görməmişdim, çox belə sınıxıb, çox belə... Elə bir ki, nə bilməyim, yığılıb ya adam. Gözəl də bir ürəyi var. Çox gözəl bir ürəyi var. Sənəti boydan qırağa. Həyat yoldaşı dünyasını dəyişibdir. Bugün artıq 10-11 gündür. Allah rəhmət eləsin Kərimbəyli kəndinə. Mən dünən də getmişdim. Alo. Salam aleyküm, Samir müəllim. Aleyküm salam. Bərdədən zəng vurmusunuz? Özüm Bərdəliyəm, ancaq Bakıdan zəng edirəm. Bakıdan zəng vurmusunuz. Neçə yaşınız var? Mənim hardası 70. Ay maşallah, Allah maşallah, sağlar. səsinizdən deməzsiniz ha. Səsinizdən elə bir 35 yaşında bir cavan oğlanla danışıram. Allah sizlərə ömür versin. Çox sağ olun. Valla özünüz qazanmışsınız. Bax sizin prodüksiyonunuz Orxandır, sizsiniz, mən biləni. Bəli. O hörməti özünüz qazanmışsınız. Dünya TV qazanıbdır o hörməti. Çox sağ olun, minnətdaram sizə. Mən də sizə təşəkkür edirəm, ay Samir bayramdır. Can. Allah səni qorusun. Sevdiklərimlə bir yerdə. Çox sağ olun. Mənim... Hə, mübarizə nəsə deyirsən? Bəli. Mübarizə nəsə deyirsən? Hə, deməliyəm. Dinə. Mübariz zamanında da, bugün də sevildi. Sevilir, söz yoxdur. Ancaq mübariz bir dənə səfə yol verdi ki, bu dünənki uşaqsına Kriyevə cavab verdi. Hə, cavab verməməli idi. Hə, onu eləməməli idi. Yoxsa mübarizin sənətinə, şəxsiyyətinə, özünə söz yoxdur. O uşaq idi, dünən çıxmışdı. Bəli, düzdür. Tünhan Kriyev görüm. Mübarizlə reklam tutmaq istəyirlər. Tünhan onu eləməməli idi. Bəli, amma gənclərimiz indi ağsaqqal. Yol bilmirlər ki, özlərindən böyük sənətkarlarımıza dil uzadırlar. Bir də görürsən, onlara sataşırlar. Amma mübariz görürsən,
dünyadan köçmüş sənətkarları belə hörmətlə anır. Bu, bunun mərifəti, qanacağı, tərbiyəsi, o da nəsə, nə bilim, nə deyim. Neynir Yorxan? Mübarizin ifası ilə reklamlara ayrılacağıq və reklamlardan sonra davam eləyəcəyik. Buyur Mübariz. Gəlin dostlar deyək gülək, sevənlərə alqış deyək, kama yetir sevən ürək, sevgililər qovuşanda, ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, sevgililər qovuşanda. Kama çatan kimi şirin olur vüsal dəmi, unudarıq dərdi qəmi, sevgililər qovuşanda, ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, sevgililər qovuşanda. Ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, ürəklərdə sevgi yansın, hər tərəf nura boyansın, sevən ürək alovlansın, sevgililər qovuşanda, sevgililər qovuşanda. Mübariz, bir xatirə şəkil çəkdirək, iki qardaş. Bugünkü günümüzdən yadigar qalsın. Bu xatirə şəkili idi. Kəlbəcərdən bir zəngimiz var. Onu qəbul eləyək, sonra sağollaşaq tez. Alo. Qardaş, əleyhissalam. Çox sağ olun. Kəlbəcərdən yığmısınız? Bəli, Ağdaban kəndi. Mübarizin ən böyük arzusu Kəlbəcərdən zəng eşitməkdir. Mübariz qardaşımızla görüşümüz də olub qismətkar şəhərində, Yasamalda. Kamal sənsən, ay Kamal, öpürəm səni. Aydın Səmadır, Aydın Səma. Kamalda biləm, aydın. Allah sizə uğurlar versin. Oralarda havalar necədir? Kəlbəcərdə havalar necədir? Yaxşıdır, indi yaxşıdır, günəşlidir, yaxşıdır. Maşallah olsun. Qardaş, vaxtımız yoxdur, öpürük səni, bağlımıza basırıq. Qardaşım, Mübariz qardaşıma bir söz deyim. Denən. Könlü xoş olmaqdan ötəri biz
Deyəcək qardaşım Aydın Səma zəng elədi, bir söz demədi. Deyək adam, deyək. Bəş-bəş çıxıb ayrıldığım, əlimdən ötürü darıxdım. Vay. Dağlar ətri qoxladığım, telindən ötürü darıxdım. Göz kibritlər təralədir, yanaq nur topu, yalədir. Dodaqları piyalədir, dilindən ötürü darıxdım. Yaşa Aydın, Çox sağ ol yaşa. Kemal müəllim. Minnətdarıq. Çox təəssüf ki, bizə ayrılan vaxtda hətta bir 10-15 saniyədə keçmişik. Sabahları eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik. Salamat qalın, salamat qalın.